bugünkü gün insanların başına büyük zəlzələ olduğu təqdirdə hadisə gəlməsin deyə indidən nəsə etmək mümkünatı varsa, onu eləsin deyə mən deyirəm də öz proqnozuma. Bir var ki, Allahdan gələndə deyərək gözləyəsiniz. Bir də var ki, mümkün qədər qabağı almaq bir şansı varsa, mən bəli, hiss edirəm ki, böyük zəlzələ yaxın zamanda, dönəmdə, illərdə olacaq. Son 30, 40, 50 ilin olmadığı bir zəlzələdən gedir söhbət Azərbaycanda. Bir sellərdən gedir söhbət Azərbaycanda. Həm sellərin, həm də zəlzələnin qabağı təbii fəlakətlər cəhətindən qabağı alması üçün mütəxəssislər indidən üstünə düşməlidir. Bəli, Qarabağ oyunun görən, play-off'u görən onu da görər. Bu sözü bayquş deyənlər olacaq. Yox, doğru deyən desə yaxşı olar. Sizin şərhçilər, sizin politoloqlar danışmır axı bu barədə. Demir axı. Çünki olaya hisslərə güvənmir, ya da qorxmasın deyə şərh etmir, ya da onların məndə olan analizlərin, hisslərin yoxdur deyə tam olaraq danışa bilmir ki, çünki onlar iki başlı danışır həmişə. Mən bir başlı danışıram. İran savaşı olacaq. Geci tezi var da biraz. Mən rəqəmlərdə səhv edirəm həmişə. Mən bir proqnozum var idi ki, 2025-ci ildən sonra hər şey dünya üçün yaxşı olacaq. 2025-ci ildən sonra Azərbaycan üçün hər şey yaxşı olacaq. İnşallah onu da göstərir də. Savaş Azərbaycanı qurtardı, Azərbaycan öz torpaqları geri götürdü. Hal-hazırda Zəngəzur yolunun açılmaq doğru çalışır, o da olacaq. Amma dünyada o pişi gedən prosesləri biraz mənim dediyi rəqəmlərdə gecikib. Vaxt geciksə də dediyi nə varsa, bizneslərin, hal-hazırda bizneslər dünya üzərində krizisli çökülür, çoxlu bizneslər bağlanır. Xəstəlik, rakın xəstəliyin baş alıb gedəcəyik demişəm. Bugün rak xəstəlik, demək olar hər blokdan bir-iki ailədən, hər rəhlədən rak xəstəlik artıq tüğan eləyir. Mənim verdiyim proqnozlarım idi bugünkü gün, öz əksini göstərirlər. Amma bunun qabağını gələcək şeylər ona görə deyirik ki, almaq şansları varsa almaq lazımdır. Ona görə biz deyirik, qorxutmuruq. Hisslərimizin güclü olan Vanga olub, Nostradamus olub, dünya üzrə bunlar dünya tərəfindən qəbul olunmuş insanlardır. İndi siz şeytansınız, sənin hisslərin güclüdürsə, doğrudursa şeytandır. Onda biz yalan danışaq, şeytan olmuyor. Doğru olan şeytandır. Doğru görən, hiss edən şeytandır. Onda proqnoz verən ekstrasenslər olmasın, şərh eləyən politoloqlar da onda şeytandır. Belə yanaşmaq bəzi kəslərin və ya bir çoxları da qorxudan mənə belə yanaşır ki, bunu pisləyək. Məni pisləməklə bu sizin içindəki baş hiss etdiyi şeyləri düzgən gəlməmə şansı yoxdur. Kimlərsə Nadimi pisləməklə, bayquş adlandırmaqla, o demək deyil ki, bizim gördüyümüz, hiss etdiyimiz şeylər, analiz edilmiş olmaz. Biz də olmamaq üçün ondan yana Allaha yalvarırıq. Amma bir tərəfdən də olacaq təqdirdə qabağı necə alacaqsa, ölkənin, insanların içində ağıllı mütəxəssislər var, qurumlar var. Düşünərək nisbətən ziyan az olacaq barədə düşünməli vaxtı da olduğunu demək istəyirəm. Çünki çox uzaqda deyil. Böyük zəlzələ, sellər, belə də dünyada partlayacaq böyük silahların, ximikatların cəhətindən bəli, insanların daha çox ağır xəstəliklərə gələcəyi və onun barədə necə qorumaq lazımdır. Mən çox şey demişəm. Mən hətta yeraltı şeyləri düzəlt demişəm vaxtilə. Onun da dönəmi var. Hələ yaxında deyil.